Dünyanın ən böyük kurort mərkəzi. Kurortun adi turizmdən fərqi var. Adətən turizm deyəndə əyləncə və başqa şeylər nəzərdə tutulur. Kurort isə sırf müalicəvi yönümlü turizmə deyilir. Bunlar hansılardır? 1. Almaniyada. Almaniya 400-dən çox kurort mərkəzi ilə məşhurdur. Ən güclüləri Baden-Baden, Baden-Kiskofen və Baden-Würzhofendir. Onu da deyim ki, buradakı müalicə çox effektli həyata keçirilir. Və Almaniya öz büdcəsinə 38 milyard dollar buradan gəlir əldə edir. İkinci yer Çexiya. Çexiyada 100-ə yaxın kurort mərkəzi var, lakin bunlar geniş komplekslər əhatə edir. Karlova Varı hamımızın yadınızdadır və lüks bir kurort mərkəzi kimi də öz əksini tapmışdır. 3. Macarıstan. Macaristanda 120-yə yaxın kurort mərkəzi var. Macarıstan düzdür, bu sahədə başqa ölkələrdən hələ biraz geri qalmağına baxmayaraq çox sürətli inkişaf edir və sürətinə görə dünyada birincidir və əsas güclüləri Budapeşt suları və Eger hövzəsi deyilən bir ərazidir. 4. Yaponiya. Yaponiya mineral suların müalicəsi üzrə məşhurdur. Ən çox turist qəbul edən bu sahədə ölkədir dünyada. 3000-dən çox onsen vardır. Yəni xırda müalicə mərkəzləri vardır. Yaponiya bu sahədə ən güclüləri Kusatsu və Kanoe əraziləridir. Və ən nəhayət 5-ci yer Rusiya. 400-dən çox kurort mərkəzi vardır. Yesentuki, Jeleznovodski, Soçi, Kislovodski yəqin ki, hamınızın yadında qalmış olar. Lakin Rusiyanın kurortları təkcə müalicəviliyinə görə deyil, həm də duzluğuna görə məşhurdur. Rusiyanın başına gələn müharibələr, ölkədə olan proseslər bir balaca bunlara gəlişə tormozlasa da, Rusiya bu barədə dünyada 5-ci yerdədir. Azərbaycanda 100-dən çox kurort və sanatoriya vardır. Lakin bunların əksəriyyəti o qədər də tam gücü ilə fəaliyyət göstərmədiyinə görə Azərbaycan heç onluğa da daxil edilməmişdir.